Bugünkü izahımız 2017-2025-ci illər ərzində DİM-in 4-cü blok qəbul və sınaq imtahanında istifadə etdiyi kimyanın ilk anlaşları mövzusundan sualların izahına baxacağıq. Birinci sualda deyir ki, metan və oksigenin kütlə nisbəti 1-in 4 şəklindədir. Qaz qarışığının ümumi miqdarı 6 moldur. Qaz qarışığının tam reaksiyasına neçə mol karbon qazı alınır? Deməli, ilk öncə bizim əlimizdə metan qazı var. Metan qazının kütləsi 16 qramdır. Kükürdün, oksigen qazının kütləsi isə 32-dir. Deməli, burada bundan 2 mol götürsəm 32 olar. Nisbət, daha doğrusu 64 olar. Həqiqətən də kütlə nisbətləri 1-in 4 şəklində olardı. Lakin burada mənə fikir verirsinizsə, molu 6 mol verib. Deməli, burada mol bu 2 mol imiş, bu 4 mol imiş, yəni 2 dəfə artıq. Və bunun bütövlükdə kütləsi 32, bunun kütləsi isə 128-dir. Və həqiqətən də görürük ki, metanla oksigenin kütlə nisbəti 1-in 4 şəklindədir. Qaz qarışığını yandıraq. Deməli, metanı yandırıram. Buradan mən karbon qazı və su əmələ gəlir. Bura bir karbon var, bura bir su, burada 1-2. Görürəm ki, 1 mol metanı yandıranda 2 mol oksigen sərf olursa, mənim əlimdə qarışıqda 2 mol metan var. 2 mol metanı yandırmaq üçün isə 4 mol oksigen sərf olar. Və burada 1 mol metandan 1 mol karbon qazı əmələ gəlirsə, 2 moldan isə 2 mol karbon qazı əmələ gələr. Cavab Y variantı. Keçək ikinci suala. X və Y-dir, homogen qarışıqdır, lap yaxşı. X və Y homogen qarışıqdır. Y və Z isə heterogen qarışıqdır. Hər ikisində Y varsa, deməli Y burada su olacaqdır. Burada D variantında spirt dediyi üçün götürməyəcəm. X elə bir şey olmalıdır ki, homogen olsun, su ilə qarışanda etil spirt ola bilər. Burada neft olan variantları çıxarıq, olmaz. Z elə bir maddə olmalıdır ki, necə deyərlər, heterogen olsun, cavab olacaq A variantı. Sonra keçək 3 nömrəli sualımıza. Bu sual bizim topluda olan sualdır. Bizə X və Y-dən ibarət 3 müxtəlif birləşmədə X-in kütlə payının Y-in kütlə nisbətindən asılı qrafiki verilmişdir. Birləşmədə X-in kütlə payını tapın. Gəlin, hər 3 birləşmədə X-in kütlə payını tapaq. Bu birləşmədə nə qədər X var? 7 qram. Ümumi 2 qramda Y var. Bütövlükdə 9 qramdır. Böləcəm 9-a. Omega 2-də isə bu maddənin içərisində 7 qram X var. 3 qramda Y var. Bütövlükdə maddənin kütləsi 10-dur. Böləcəm 10-a. Omega 3-ü hesablamalıyam. Burada X-in kütlə payı 21-dir. Y 8-dir. Bütövlükdə 29 edirlər. Buraya yazaq 1,29. Burada sürətləri bərabərləşdirməyə çalışsam, bu şəkildə olar. Və biz görürük ki, bütün hər birinin sürəti 21-ə bərabərdir. Sürətlər bərabər olan kəsirlərdə məxrəci kiçik olan böyükdür. Deməli, 1-in kütlə payı böyükdür 2-cidən, 2 də böyükdür 3-cüdən. Daha doğrusu 3-dən böyükdür, bu da 2-dən böyükdür və belə bir cavabımız harada var? Azalma sırası ilə düzün deyir. 1, 3, 2 şəklindədir. 1, 3, 2 B variantı. Sonra növbəti 4 nömrəli sual. 4 nömrəli sualımız imtahana dönə-dönə təkrarən düşən sual nümunələrindəndir. Bizə verib ki, dəm qazı və oksigen var və eyni kütlədə götürülüb reaksiya daxil olur. Dəm qazından oksigeni reaksiya aparaq. Karbon qazı 2 mol. Burada bir dəm qazını 2 yazaq, düzəlsin. Eyni kütlədə götür deyirsə, biz həmişə reaksiyada kütləsi böyük olana bərabər götürməliyik. 2 vur 28 edəcək 56 qram, oksigen isə 32 qramdır. Biz burada bərabər kütlədə sözünə görə bunları götürməliyik, deməli nə? Hər ikisini 56 qram, 56 qram. Və mən buradan görürəm ki, 56 qram dəm qazı tamamilə sərf olur. Və oksigendən isə 56 çıx 32, qalacaq 24 qram artıq. Mən burada mənə qeyd edir ki, 12 qram artıq qalır. Deməli, 56 qramda götürdükdə 24 qram artıq qalırsa, bəs neçə qram götürsəm 12 qram artıq qalar? Təbii ki, 28. Deməli, bunların hər ikisi 28 qram götürülməlidir.
Gəlin oxuyaq. Deyir, artıq qalan maddə dəm qazıdır. Mən bayaq qeyd etdim axı, artıq qalan dəm qazı yox, oksigendir. Ona görə bir səhvdir. 1 mol karbon qazı əmələ gəlir. 28 qram dəm qazı 1 moldur. 1 mol dəm qazından 1 mol karbon qazı əmələ gələr. Bu doğrudur. Oksigenin başlanğıc kütləsini 28 qramdır. Bəli, 28 götürmüşdük. Bu da doğrudur. Cavab olacaq 2, 3, A variantı. Sonra növbəti 5-ci sual. 5-ci sualımızda deyir, hər üç birləşmənin sayı kütləsinin qrafikindən asılıdır. D elementinin nisbi atom kütləsini tapaq. Deməli, baxın, burada bu maddənin molu 0,1 olanda kütləsi 5,6-dır. Bu maddə də nədən ibarətdir? A plus B-dən ibarətdir. A plus B bərabərdir 56 olar, yəni 1 molunun kütləsinə bərabər eləsək. Sonra burada belə bir şey var. Kütləsi 11,1-dir və neçə moldur? A üstə gələk 2D. Bərabər olacaq nəyə? 111-ə. Buradan belə bir sistem tənliyi alıram. Eynisi, bax, burada aiddir. Bu hissəyə. O zaman nə yazacağım? A üstə gələk 2B olacaq bərabərdir 144. Deməli, bu maddənin 0,2 molu bu qədərdir. 14,4. Bəs 1 molu nə qədərdir? X. Buradan X-i tapası olsaq, 14,4-ü 0,2-yə bölsək, edəcəkdir 72. Bunu da 72-yə bərabər eləyir. Bu şəkildə qrafiklərdən istifadə edərək maddələri tapdıq. Bir də qeyd edeyim, birdən başa düşəni olmaz. Baxın, hər bir maddənin və burada gördüyünüz kimi, tutaq ki, bu maddədir, elə deyil. Bu maddənin molu bu qrafikdədir, kütləsi bu qrafikdədir. Yəni 0,2 moluna düşən kütlə budur. Bəs 1 mol nə qədər olar? Və yaxud da ki, bu maddənin qrafiklərdən baxıram ki, 11,2-sinə 0,1 mol düşüb. Bu şəkildə sistem tənliyimi qurdum. İndi keçirik nəyə? Bu birinci tənlik ilə ikinci tənlikdən B-yi tapaq. A üstə gələk B bərabərdir 56. Bir də A üstə gələk 2B bərabərdir 72. Tərəf-tərəfə tənlikləri çıxsam, alar gedər, B qalar. 72-dən 56 çıxsam, ondan 2, 6, 6-dan 5, 16. Deməli, B 16 imiş. B 16-dırsa, o zaman A bərabərdir 40 olur. A 40-dırsa, gətirib buradakı tənlikdə yerinə qoyaq. 40 üstə gələk 2D bərabərdir 111. 2 D bərabərdir. 40-ı çıxsaq 61 eləyər. Daha doğrusu 71 edər. D də buradan bərabərdir 35,5 və bizim bu elementimiz olacaqdır B-də xlor. Bu qəbul imtahanında düşür. Sonra gələk 6-ya baxaq. Deyir ki, A maddəsinin su ilə qarışığını distillə etməklə, B maddəsinin su ilə qarışığını isə süzməklə ayırmaq olar. İlk öncə distillə etməklə ayırmaq olar deyirsə A maddəsinin su ilə qarışığını. Deməli, bu suda həll olan bir maddədir. Spirt ola bilər, bir də sirkə turşusu. Digərini isə qarışıq süzməklə ayırmaq olar deyirsə, əhəng daşı və qum götürə bilərəm. Deməli, A-nın altında 1, 4, B-nin altında 2, 3 olan variant olmalıdır. Bu da C variantına uyğundur. Keçək 7 nömrəli sualımıza. 7 nömrəli sual kimyanın ilk anlaşları 1-ci başlıqda olan toplu sualımızdır. Burada mən görürəm ki, qrafikdən Z maddəsi, X maddəsi də, Y maddəsi də M nöqtəsindən başlayıb. Deməli, X və Y reaksiya daxil olaraq Z maddəsini əmələ gətiriblər. Və buradan fikir verirəm ki, Y maddəsi də, X maddəsi də M nöqtəsindən götürülüb. Bu nə deməkdir? Hər ikisi bərabər kütlədə götürülüb. Deməli, bunlardan biri sərf olacaq, biri artıq qalacaq. Və buradan mənim maddələrim üçün reaksiyam da verilib. Yazıram 2 alüminium. Bütöv reaksiyamızı yazaq burada, ümumi.
Deməli, mən görürəm ki, burada 2 vur 27, yəni 54 qram, 3 vur 32, 96 qram kükürt reaksiya daxil olur. Bunların bərabər kütlədə götürüldüyünü görürəm. Deməli, mən bu maddələrin hər birini böyüyün kütləsində, yəni 96 götürməliyəm. Və buradan baxıram ki, mənim maddələrimdən alüminium artıq qalır. Alüminium artıq qalır. Amma kükürt isə tam sərf ola da bilər, az sərf ola da bilər, çox sərf ola da bilər, belə deyək də, tam sərf olur. İndi deyə bilərsiniz, bəs qrafiklərin heç birində tamamilə aşağı enmə yoxdur, axı zaman oxunun üstə düşməyib. Ola bilər ki, kükürdün hamısı yox, amma daha çox hissəsi sərf olsun. Ona görə də buradakı X maddəm olacaqdır mənim kükürt, Y maddəm isə olacaq alüminium. Sink isə alüminium sulfitdir. İndi gələk bunların kütləsinin tapılmasına bizə sinkin kütləsini verib M. Daha doğrusu C verib. Mənim Y maddəmin kütləsi M-dən düşüb neçəyə? B-yə. Nə qədər sərf olubdur? M minus B qədər sərf olub. Bəs X maddəm nə qədər sərf olub? M minus A qədər. M minus A qədər. Kütlələrin saxlanması qanununa əsasən M minus A-nın cəmini M plus B-nin minus B-nin cəmi bizə bərabər olmalıdır C-yə. C də bərabər olacaq buradan 2M minus B minus A şəklində. Bizə qrafik üçün olan doğru ifadələr seçdir. X kükürtdür, bəli. Y alüminiumdur, bəli. C də olacaq 2M minus B minus A. Burada cavab 1, 2, 5 A variantı olacaq. Amma təzə bizim dərs toplumumuzda bu cavab variantı olmadan verilib. Hansı mərhələdə fiziki hadisə baş verir? Buzdan suyun alınması fizikidir. Sudan hidrogen kimyəvidir. Hidrogendən su kimyəvidir. Sudan su buxarı fiziki. Hansı mərhələdə fiziki hadisə baş verir deyə 1 ilə 4-ü götürəcəyik. Cavab Y. Sonra 9. Deyir 6 qram karbon və 1 qram hidrogen əmələ gəldikdə karbon-hidrogen üçün hansı ifadələri hesablamaq olar? Gəlin bunları yazaq. Burada görürük 6 qram karbon var. Deməli, mən 6-yı bölməliyəm karbonla ayır 12-yə. Bunu nisbət şəklində yazıram. Sonra 1 hidrogenin kütləsini 1-ə bölməliyəm. Bunlar ixtisar gedir 2-də 1. Bu isə 1 qalır. 2-yə bölsəm, daha doğrusu vurub məxrəcdən azad eləsəm 1-in 2 nisbətində olar. Deməli, CH2-dir. Və mən bilirəm ki, CH2 deyilən bir maddəm yoxdur. Sadəcə olaraq bu onun sadə formuludur. Belə deyə bilərəm ki, CH2 bu şəkildədir. Ola bilər C2H4, ola bilər C3H6 və s. bu şəkildə arta-arta gedir. Mən onun ancaq sadə formulunu tapa bilərəm. Onun nisbi molekul kütləsini tapa bilməyim üçün əsl kütləsini bilməliyəm, formulunu bilməliyəm. Ona görə 2 olmaz. Karbon kütlə payını tapa bilərəm. Bəli. Nə qədər karbona, nə qədər belə deyək də, bunların kütlə nisbəti 6-nın 1-ə deyil, 7-dir. 7 burada 100%-ə uyğundur. 6 isə x saat deyib hesablama apara bilərəm. Hesablamaq olar dediyinə görə 1 və 3 olacaq. Cavab B variantı. Davam elək ardı ilə. Burada 10 nömrəli sualımız var. Burada nə deyir? Deyir ki, reaksiya verib bizə kalsiyum və kükürddən arasında gedən bir reaksiyadır. Kalsiyum ilə kükürdü reaksiya aparaq. Kalsiyum sulfit əmələ gəlsin. Mən burada görürəm ki, hər ikisi eyni kütlədə götürülüb A-dan. Bu reaksiya üçün 40 qram kalsiyum və 32 qram kükürt reaksiya daxil olub. Əmələ gələn kalsiyum sulfitin kütləsi isə 72 qramdır. Və buradan mənə deyir ki, əmələ gələnin miqdarı 14,4 qramdır. Və bu tənasibə görə mən müəyyən edə bilərəm ki, 72 2-yə vurublar ki, 144 olub. Bir dəfə də 10 dəfə azaldıblar. Və tənasibi bura bir x qoysam, bu şəkildə yazası olsam, deməli x-a 14,4-dür, 32-yə də 7,2-dir.
Bundan bu ixtisar getsə, qalar 0,2 6,4. Deməli, bunu tapacaq. Kükürd 6,4 reaksiya daxil olub. Kükürdün 6,4 daxil olduğu yerdə isə bu 8 qram daxil olacaq. Bu şəkildə tapdıq. İndi nə etmək lazımdır? Burada mən görürəm ki, qrafikdən, dərsdə bundan çox işləmişik. Bərabər kütlədə götürülüb də, yəni eyni hissədən başlayıbdır. Hər ikisi də A-dan başlayıb, reaksiya daxil olan maddələr. Deməli, mən nə etməliyik? Bərabər kütlə dediyinə görə böyüyün kütləsində götürməliyəm. Deməli, mən kalsiyumdan götürməliyəm 8 qram, kükürddən də götürməliyəm 8 qram. Bərabər kütlə dediyinə görə. İndi oxuyaq. Deyir, zamandan asılı qrafik verilib. Bu proses üçün doğru olan ifadələr müəyyən edin. Gəlin baxaq. Deyir ki, birinci əyri kükürdün dəyişməsini göstərir. Burada kalsiyum sərf olur. Kükürd artıq qalır. Və qrafikdən ən çox sərf olan birinci qrafik mənə kalsiyumu verəcək. Ən yuxarıda qalan isə az sərf olan kükürdü verəcək artıq qaldığı üçün. Birinci deyir kükürdün kütləsinin dəyişməsini göstərir. Səhvdir. İkincidə deyir üçüncü əyri kalsiyum sulfidin kütləsinin dəyişməsini göstərir. Bəli, məhsuldur deyə. A 8-dir. Bəli, mən bunların hər ikisinin 8 qramdan başladığını götürmüşdüm. Doğrudur. Reaksiya zamanı 6,4 qram kükürd sərf olunur. Onda tapırdıq 6,4. Bu da doğrudur. Buradan cavab 2, 3, 4 olmalıdır. Amma bu şəkildə çıxmayıb. 2, 4. 3-də bir də yenidən baxım. A 8-ə bərabərdir. A həqiqətən 8-ə bərabərdir. Bu doğru ola bilərmi? Əgər mən bunları 8 götürsəm, kalsiyum tamamilə sərf olacaq. Amma burada diqqət eləsək bir şeyə. Kalsiyum da sərf olunmuyub. Deməli, 8-dən biraz böyük bir rəqəmdir. Tutaq ki, 10 götürülüb. 2 qrafikdə də artıq qalan var da, heç bir zaman oxuna düşməyib. Onda bunu düzgün götürmüş olmayacaq. Cavab 2, 4. Biraz qarmaşıq sualdır. Gələk 11 nömrəli suala. Çıxım söhbəti, çıxım məsələsi. Bunu biz dərs izahımızda da qeyd etmişdik. Bizə verib ki, 2 mol SO2 üstə gəlsin oksigen, alınır 2 mol SO3. Qeyd edir ki, çıxım teta bərabər 80%-dir. Hansı ifadə doğrudur? Deyir 10 mol SO2 götürüldükdə 12,5 mol SO3 əmələ gəlir. Mən görürəm ki, bunun 2 molundan 2 mol SO3 alır. Yəni 1-in 1 nisbətindədir. Bunu 10 mol götürsəm, bu da 10 mol alınır. Amma alınan 10 mol 100% ilə alınır. Bu isə mənə çıxımın 80% olduğunu deyir. Bura bir x yazsam 8 mol olar. Amma bu qeyd edir ki, 12 mol 12,5 alınır. Deməli, birinci ifadə yanlışdır, ikinci ifadə doğrudur, 8 mol. Üçüncüdə qeyd edir ki, 10 mol SO3 almaq üçün 8 mol SO2 götürülməlidir. Gəlin təzədən bir də tənasübümüzü quraq. 8 mol götürsək, məsələndə burada qeyd edir ki, 8 mol. 8 mol götürəsi olsaq, bu da 8 mol alınar. Neçə olacaqdır? 100% olacaqdır. Bəs 80% olsa nə qədər olar? X bir dəqiqə. Belə etməməliydik. 10 mol SO3 almaq üçün. Deməli, bunu 10 mol almışam, amma aldığım 10 mol, mən onu 80% ilə almışam. Bəs 100% ilə olsaydı nə qədər alardım? X da bərabərdir 12,5. Bura 12,5 qoysam, bunlar 1-in 1 nisbəti olduğuna görə bu 12,5 olacaqdır. Və mən 10 mol SO3'ü ala bilməyim üçün 8 mol yox, 12,5 mol SO2 götürməliyəm. Burada cavab olacaq 2, 4, Y variantı. Növbəti gələk 12 nömrəli sualın izahına. Bu biraz çətin tipli sual nümunəsidir. Burada bu qəbul imtahanına 2023-cü ildə sınaqda düşüb, digər vaxtlarda düşməyib. Qəbul imtahanına yenidən düşə bilər.
Bizə kükürt verib, sink S verib, bir də pirit verib, kütlələrinin bərabər olduğunu qeyd edir. Kükürdün kütləsi 32-dir, sink S-in kütləsi 97, pirit 120-dir. Və burada mən bunların kütlələrini bərabər götürə bilməyim üçün bunlara bir əköb tapmalıyam. Və mən 32, 97, 120-yə əköb tapmağım biraz uzundur. Ona görə nə edirəm? 32-ni 30 qəbul eləyirəm. 97-ni 100 qəbul eləyirəm. 120 də elə zaten yuvarlaq rəqəmdir, burada durur. Bunların hər birini mən 120-yə gətirə bilməyim üçün kükürdü 3 mol götürməliyəm. Sink S-i 1,2 mol götürməliyəm. Piriti də 1 mol götürməliyəm. Mən bunları yandırıram və yandırdıqda müəyyən bir faizlərlə n mol SO2 qazı alıram. Kükürddən birinci reaksiya üzrə kükürddən yandırdıqda SO2 əmələ gəlir 1-in 1 nisbətində. İkinci reaksiyadan sink S-dən yandırdıqda SO2 əmələ gəlir, yenə kükürdlər bərabərdir. Üçüncü reaksiyada isə piritdən mən 2 mol SO2 əmələ gəldiyini görürəm. İndi tənasübü başlayaq, davam eləyək yazmağa. Mənə deyir ki, mən görürəm ki, bunun 1 molundan 1 mol əmələ gəlir. Amma mənim əlimdə var 3 mol. 3 molundan nə qədər əmələ gəlir? Təbii ki, 3 mol əmələ gəlir. Mən bu 3 molu neçə faizlə aldım? Daha doğrusu, səhv etmirəmsə, bu 3 mol yox, 4 mol olmalıdır. 4 molunu isə alacağım neçə faizlə? 100%. Çünki bütövdür. Amma bu mənə deyir n mol alırsan, aldığın n isə A faizlə alırsan. N molu A faizlə alıram. Buradan A-yı tapdıqda 25 n qiymətini alıram. Burada dursun. Növbəti keçirəm sink S-ə. Görürəm bunun 1 molundan 1 mol əmələ gəlir. Mənim əlimdə 1,2 mol var. 1,2 molundan isə 1,2 mol alaram. Aldığım 1,2 molu mən bütöv itkisiz aldığıma görə 100%-lə alıram. Amma burada şərtdə mənə qeyd edir ki, n mol alırsan, aldığın n də B faizdir. Bunu həll etdikdə təqribən çıxır B-yə 83 n qədər. Keçirəm ikinciyə. Görürəm ki, burada 1 moldan 2 mol əmələ gəlir. Bəs yenə burada 1 mol var. 1 mol əmələ gələcəkdə, 2 mol əmələ gələcəkdə. Əmələ gələn 2 molu mən itkisiz 100%-lə aldım. Bu mənə qeyd edir ki, yenə n alırsan, amma S faizlə. N-i S faizlə aldıq. Buradan isə S-yi tapdıqda 50 n edir. Məndən ABC-ni müqayisə etməyimi istəyir. O zaman B böyük olacaq S-dən, S də böyük olar A-dan. B böyükdür C-dən, böyükdür A-dan A variantı. Bu suala xüsusi diqqət yetirin. Gələk 13 nömrəli sualımıza. 7,4 qram XOH2 ilə artıq miqdarda. Deməli, XOH2 deyilən bir əsasımız var. Artıq miqdarda hidrogen xloridlə reaksiya daxil olur. O zaman X xlor 2 və 2 mol su əmələ gəlir. Burada hidrogen halogendən qabağına 1-2 yazsam kifayətdir. Sonra deyir ki, 3,6 qram su əmələ gəlir. 3,6 qram su əmələ gəlir. Əsasın da kütləsi 7,4. Normalda mən görürəm ki, suyun kütləsi 36-dır. Deməli, onda bu 10 dəfə azalıbsa, bu da 74 imiş. X plus 34 bərabərdir 74, X da bərabərdir 40 imiş. Cavab D. Hansı birləşmədədir? Karbon kütlə payı eynidir. Baxaq da, hansı birləşmədə karbon kütlə payı eynidir. Bunu hər bir maddənin kütlə payını tapmaq lazımdır. Başqa necə bilmək olar? Eyni formula malik olub ixtisar verə bilərik. Məsələn, bu maddənin formulunu yazsam C2H4O2 bir də CH2O. Fikir versəz, bunlar ixtisar getsə CH2O şəklində qalacaq. Ona görə də 4 və 1-in kütlə payı eyni olar. 14-də D variantı, qısa yol. Bu şəkildə də tapa bilərsiniz vaxta qənaət etmək üçün. Gəldik 15 nömrəli sualımıza. Çox qəşəng, çox gözəl şəkildə bizə sağ olsunlar ki, reaksiyanı hazır şəkildə verib, əmsallaşdırıb bizə qalıb işi görmək. Bu qeyd edeyim ki, qəbul imtahanı 4-cü bloka daha çox düşür. Diqqət edin.
Deməli, piritlə sintez qarışığı var. Bunları yandırıblar qapalı qabda. Tam yanmaz zaman deyil, maddələrin mol sayının dəyişməsinin qrafik verilib. Bu qrafikdə metal oksidin mol saylarının cəmini müəyyən edin. Deməli, uşaqlar, bax mən görürəm ki, bu 4A qədər nisbət yazacağam da. 4A qədər reaksiya girib, 11A qədər oksigen lazım olub, 2A qədər metal oksid əmələ gəlib, 8A qədər isə SO2. Bu da 2B qədər reaksiya girib, 3B qədər oksigen sərf olub, 2B qədər sink oksid əmələ gəlib, 2B qədər də SO2. Buradan mən SO2-lərin mol miqdarını görürəm. 8A üstə gələk 2B bərabərdir. SO2-nin miqdarı nə qədərdir? 1,4. Bunlar hər tərəfi 2-yə böləsi olsam 4A üstə gələk B bərabərdir 0,7. Buradan bunu aldım. Sərf olan oksigenin miqdarı isə 4-də başlayıb 2-də dayanıb, deməli 2 mol sərf olub. 11A üstə gələk 3B də bərabərdir 2-yə. Buradan 2 dənə belə sistem tənliyim var. Yuxarıdakını 3-ə vursam, onda 12A üstə gələk 3B bərabərdir 2,1. Aşağıdakından yuxarıdakını çıxsam belər gedər. O zaman A bərabər olar 0,1. A 0,1-dirsə 0,4 eləyəcək. O zaman B də 0,3 etmiş olacaq. Məndən nə istəyir? Metal oksidlərin mol sayının cəmini tapın. Metal oksidlər isə 2A bu idi, 2B də bu idi. Gətirib yerinə qoysam 0,2 bu üstə gəl 0,6. Bu da eləyəcək 0,8. Cavab A variantı. Maraqlı sualdır. Qəbul imtahanında çox vaxt bəzən bunları reaksiyanı vermir, nə də əmsallaşdırmır. Burada yenə yaxşıdır ki, əmsalları falan veribdir. Əsasən kükürt bölməsinə aid testlərdir. Müəyyən şəraitdə deyil, qapalı qabda azot və hidrogenin reaksiyası zamanı qaz qarışığının həcminin dəyişməsi verilmişdir. Qrafikə əsasən bir anına qədər reaksiya daxil olmuş azotun həcmini müəyyən edin. Deməli, mənim əlimdə azot və hidrogendən ibarət qaz qarışığı var və bu ikisi bir yerdə 120 moldur deyək də, yox da litrdir. 120. Nəsə reaksiya gedib, olubdur 96. Burada nə etmək lazımdır? Qısa bir yol öyrədəcəm sizə. Azotun üstünə 3 mol hidrogen gəldim, alındı 2 mol amonyak. Elə deyilmi? Buradan bu deyirəm ki, x qədər reaksiyadan sərf olub, yəni bitib. Bu 3x qədər sərf olub, bu isə 2x qədər əmələ gəlib. Deməli, mənim qaz qarışığım 120 idi. Bunun üstündən x qədər azota görə azaldı, 3x qədər hidrogenə görə azaldı, 2x qədər də amonyaka görə artıb, oldu 96. Burada hesablama aparsam, 120 minus 2x bərabər 96. 2x bərabər 96 bura keçirdikdə 24, x bərabərdir 12. Deməli, burada mən x-a 12 tapdım. X-a tapdığım 12 nə deməkdir? 12 bu sərf olub, elə deyil. 36 mol hidrogen sərf olub, 24 mol da amonyak əmələ gəlib. Daxil olmuş azotun həcmini tap deyir. Elə tapdığım x daxil olmuş, reaksiya daxil olmuş azotun həcmidir. O da cavab olacaq 12. Yəni qısa yol, uzun yola getmək bizim imtahanda vaxtımızı aparır. Gələk 17 nömrəli suala. Deyir, kalsium oksid və kalsium hidroksid. Gördüyünüz bu sual 2024-cü ilin dimin sınavında düşmüşdü. Qarışıqda mən bilmirəm. Kalsium oksiddən bir x mol var. Kalsium hidroksiddən də bir y mol var. Kalsiumun kütləsi 40 kalsium, yəni 42 x üstə gələk 40 y bərabərdir 160. X plus y bərabərdir 4 olar. Buradan bu cəmi tapdım. Oksigenin kütləsi isə nə qədərdir? Deməli 96-dır, amma mənim qarışığımda x vur 16, yəni 16 x üstə gəlinsin. Bunu 2 dənədir, 32 y bərabərdir olar 96. 16-ya bölsəm x bərabərdir 2, daha doğrusu x plus 2 y bərabərdir 96. 16-ya bölsəm düşər məncə 6. Buradan x plus y-in yerinə gətirərəm, qoyaram nə? 4, onda y bərabərdir 2 olur. Y 2-dirsə, x da 2 olmuş olur. Məndən qarışıqdakı kalsiumun kütləsini hesablamağımı, kalsium oksidin kütləsini hesablamağımı istəyir. 2 moldur. 56
12'yə vuranda 112 edir. Gəldik 18-ə. Deyir A və B maddələri var. Aqreqat halı B-ninki mayedir, ayrılma üsulu budur. Deyir A və B maddəsi müxtəlif cinsli qarışıq əmələ gətirərsə, A ilə B müxtəlif cinsli əmələ gətirə bilirsə, deməli A bərk olsa, mən onu ayrıcı qıfla yox, süzmə üsulu ilə ayrılaram. Qaz deyil, bu deyil. Bərk olsa, buxarlandırma üsulu eyni cinslinin ayrılma üsuludur. Maye olsa ayrıcı qıfla ayıra bilərəm. Məsələn, tutaq ki, bu olsun yağ. A ilə B, yəni bu da olsun su. Bir-birindən qarışdırdıqda bu heterogen qarışıq əmələ gələcək, müxtəlif cinsli. Və ayrılma üsulunda ayrıcı qıf olacaq. Cavab D variantı. Növbəti keçək sonuncu 19 nömrəli sualımızın izahına baxaq. Bizə natrium hidrokarbonat və maqnezium verib. Deyir, qarışıqda neçə qram natrium hidrokarbonat var? Qarışığın tamamilə həll olmasına sərf olunan xlorid turşunun mol miqdarı. Aha. Deməli, mən burada maqnezium karbonatı da hidrogen xloridlə reaksiya aparacam. Buradan alınacaq maqnezium xlorid, su və karbon qazı. Bura bir 2 ataram. Bir də natrium hidrokarbonat da burada hidrogen xloridlə reaksiya daxil olacaq. Karbon qazı, su, natrium xlorid, bir də karbon qazına su. Bu əmələ gələcək. Kütlələri bərabərdir. Hər ikisinin emeri də zaten gördüyümüz üzrə 84'dür. Və həqiqətən burada görürəm ki 2 mol hidrogen xlorid bura, 1 mol bura gedir. Qarışıqda neçə qram natrium hidrokarbonat olduğunu müəyyən edin. Elə bunun miqdarı 84 qramdır. Bu qədər.